Eşidirsən, uzun illərdən sonra əlimizə elə gözəl bir fürsət düşüb ki, yenidən iki klubumuz Avrokuboklarda, qruplarda oynaya bilərlər. Misal üçün Sabah Çempionlar Liqasında play-off mərhələsinə qədər gəlib çıxıb, yeni bir tarix yazıb. Şər deməsəm xeyir gəlməz. Birdən Allah eləməmiş kimi Çempionlar Liqasının play-offunda udursa Sabah, o zaman ən azı Avropa Liqasının qruplarında oynayacaq. Yaxşı, bəs qruplarda oynaya biləcək digər klubumuz kimdir? Bundan hamının xəbəri var. Qarabağ. Qarabağ play-off mərhələsinə çıxa biləcək. Bax, ən əsas bizi düşündürən sual da budur. Açığı, mən həmişə Qarabağın oyunundan bir gün əvvəl təyin olunan mətbuat konferansın səbirsizliyinə gözləyirəm. Görəsən, Qurban o mətbuat konferansında nə deyəcək, nə danışacaq? O danışandan sonra mən də vurub çıxıb bölürəm, bir qənaətə gəlirəm. Qarabağ sabah udacaq, yoxsa uduzacaq? Hamı bilir ki, Qarabağın problemləri var. Özü də 3 oyunlu komanda qol vura bilmir. Bu problemlər nə vaxt bitəcək? Planımızdan biraz kənarda qaldıq elə bir. Biraz həm zədə, həm bəzi oyuncuların tam hazır olmaması biraz öz planımızdan kənarda qaldı. Amma bunlar yavaş-yavaş məncə yoluna düşəcək. Yəni az vaxtda, hətta get-gedə tam qaydasında olacaq. Eşidirsən, hətta az vaxtda hər şey yoluna düşəcək. Qurban müəllim bəyən problemləri qəbul eləmir. Kişi dili ilə deyir də. Yəni mən əgər problem varsa hamısını qəbul edirəm. Əgər bugün bizim oyundan belə əgər hücum xəttimiz qol vurmursa mən problemi qəbul edirəm. Standart vəziyyətdən qol vura bilmirsə bunu qəbul edirəm. Və bu demək deyil ki, biz bunun üzərində işləmirik, çalışmırıq. Yəni biz bunun üzərində çalışırıq və analiz edirik, futbolçularımıza göstəririk, çatdırırıq və məşqlərdə bundan istifadə edirik. Nə ola bilər, hansısa bir, bəlkə bu arada alınmır, amma ola bilər ki, yəni hansısa bir dönəm tam əksi olacaq. Dinamo Kiyevlə ilk səfər oyununda heyətdə rotasiyalar çox idi. Misal üçün, Kaydi yox idi, onun əvəzinə Zubir oynayırdı. Aleksey Kaşyuk hücumçu kimi çıxış edirdi. Ümumən biz Kaşyuku bugünə kimi götürürsək, yəni onun ən üstün cəhəti vuran ayağı idi. Yəni o epizodlardan, hansı ki biz onun sabahdakı oyunundan hansı ki gördüyümüzdən onun ən üstün cəhəti ilə qol vurmaq qabiliyyəti idi və inanın ki, məşqlərdə də bəlkə də ən səras oyunculardan biridir. Yəni ümumi o epizodlardan maksimum istifadə etməkdə. Sadəcə biraz ola bilər o pozisiya onun üçün bir o qədər belə deyək uyğun deyil, amma bugünkü duruma görə biz belə addım atdıq və sabah yenə hələ biraz götür-qoy eləyirik, yenə bəzi rotasiyalar eləmişik məşqlərdə. Sabaha yenə düşünəcəyik, amma ümumi götürsək bugün fiziki o mövqedə oynayası oyunculardan ən hazırlıqlısı odur. Çünki bizdən elə ilk gündən yəni komandayla məşqlərdə olub. Məsələn, Musa zərərdən sonra hələ 90 dəqiqə oyun oynamayıb, düşünürük. Eləcə də Çepas, hansı ki o mövqedə oynaya bilər. Yəni bilirsiniz, sonradan qoşulub bizlərə hələ onu götür-qoy eləyirik ki, tam hazır olar olmaz. Amma hər bir halda sabah hansısa bir rotasiyalar eləyəcəyik. Və buna baxmayaraq, düzdür, bir neçə yaxşı qol epizoduna girdi Kaşyuk. Sadəcə istifadə edə bilmədi. Yəni belə çox düşünəcək, çox da fikrimizi belə yaydıracaq bir necə deyim, halda deyilik. Əksinə elə çalışıb öz istəyirik ki, dominatlığımızı etməyə. Çünki sabahki oyunda yaxşı pressing çox vacib olacaq. Hansı ki ona dözən futbolçular bizim üçün çox vacib olacaq. Və oyunun gedişatına görə ola bilər hansı bir dəyişikliklər eləyək. Hə, bir də yadımdan çıxmamış, deyəsən Zubir doğrudan gedir ha Qarabağdan. Bununla bağlı sual da veriblər Qurban müəllimə. Qurban müəllim də gedir deməyib. Heç getməyəcək də deməyib. Bu suala gülə-gülə cavab verib. Məncə elə danışmağa, hər dəfə mən də cavab verirəm, danışmağa ehtiyac yoxdur məncə. Yəni sabahki oyuna hazırlaşaq inşallah. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bu hastalıqdakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan olmayan
Hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.